İsmail. Salam İsmail. Utanma. Utanma İsmail. Bu da benim decel oğlum. Necədir, xoşuna gəlirmi? Yaxşı oğlandır. Gel tanış olaq. Salam. Salam. Tanış olun. Bu Salam. bizim kendi yeni həkimi Dilara xanımdır. Dilara xanım, xoş gəlmisən. Sağ Bəs ol. niyə belə xəbərsiz? Heç olmasa telegram vuraydın, ev tədarikində olaydıq. Sağ ol, senden çok razıyım Hüseyin Bey. Qaydikeş Kalko sədr olduğunu da bilirim. Ancak Dilara xanım... Dayan. Deməli, Dilara xanım... Bəli, elədir ki var. Hə, lap yaxşı iş görmüsən. Bizi təbrik edirəm, ürəkdən təbrik edirəm. Sağ olun. Deməli, sən bizə həkim İsmailə ana gətirmisən. İsmail, hara gedir? İsmail! İsmail, dayan bir yerde gidin. İsmail! Gözümün işığı, evimin yaraşığı, sana ne olur? Niye bükefsen? Gel buraya görüm, gel buraya qadan alım, gel buraya görüm. Kızınmadığı istisine, kör olduk tüstüsüne. Özü de bir uşağlısını yanına salıp götürüp gelip. Bəs ağlın hardaydı? Niye razı olurdun? Heç o mənlə məsləhətləşdi ki, İsmail'in evi yaxşıca tikildi. Bundan sonra o daha ağ gün görməyəcək. Ay Fatma Nisa nənə, elə niyə deyirsən? Bəlkə o uşaq elə ağ günümündən sonra görəcək. Ay gördü ha. Yazıq uşaq, gündən günə əriyib çöpə dönəcək. Heyva kimi saralıb, gül kimi solacaq. Ah ey ana! Ah yorun çatlasın, ay bala! Yorun İsmail! 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 İsmail'i görməmsən? Belə getdi. Arif, Ha? ürəyini sındırmısan, indi də axtarırsan. Kimin ürəyin? İndi ki evlənirdin, var subayını alaydın ki uşağın qədrini biləydik. Uşağlısını almışam ki evimizde şenlik olsun. Bura bax, hər şeyi zarafata salma. Oğluma yazığın gəlsin, axı o uşaq... Bura bak. Senin xətrini dünyalar kadar istəyirəm. Bilirəm ki İsmail Əziz'in iki gözündür. Ancaq ona ana lazımdır. Dilara pis kadın değil, İsmail'e yaxşı ana olacaq. Ana olacaq. Yaxşı, görərik. Ha, yeni oyun çıxarmısan. Heç bir şey. İsmail'in necə oxuduğundan heç xəbərin varmı? Necə məyər? Ne diyesin belə oğula? Atasını yamanca sevindirir. Ben elə bilirdim ki, benim oğlum artık böyüyüb, bundan sonra mənə kömək olacaq. Sen deme o, tembelin biriymiş. Üstelik korkakmış da. Kıymetlerini atasından gizledir. Yok azizim, ben senin kimi korkağı tembeli özümle hiç yere apara bilmərəm. Bu ne harekettir? Təqsirkar özünü iki alan sen, hele bir... Yaxşı, uşağın ürəyin üzmə. Qiyamət qopmayıb ki. İki alanda ne olar? Odur kənd Sovetinin oğlu Səməd 2 ildir ki bir sinifdə qalır. Heç gözünü də biləmirlər. Günü gündən də yenilənir. Yaxşısı budur, sen karışma. Ben senin xətrinə dəymək istəmirəm. Ancaq uşağı sen körlamsan, onu erkeğin korkak tembel böyütmüsən. Sən mənim üstümə heç çığırma. Sən öz oğlumun qaydına qal. Onu yad qızının ayağına vermə. Sən də, ay Dilara xanım, ürəyin necə qıydı, dilin necə gəldi? Mən bunu ondan gizlədə bilməzdim. Buna mənim ixtiyarım yoxdur. Əlbəttə, öz doğma balan olsaydı, belə eləməzdin. Sənə nə var, yad uşağıdır da. Canım, bu sözler niye lazımdır? Sonra başa düşərsən. Bu öz qızının qaydına qalacaq. Sənin oğlun bunun nəyinə lazımdır? Bəsdir, yeter! Ortalığa ayrı seçkilik salma. Görərsən. Mən ölü, sən diri. Bundan İsmail'e ana olmayacaq. Yad qızından ana olmayacaq. Dilara, sen onun sözlerinden incime.
Arif, məyər sənin oğlun, əziz balan, mənə yad ola bilərmi? Sen onun sözlerine fikir verme. O kızının vaktsız ölümünü indiye kadar onu da bilmiş. O ölende İsmail'in 5 yaşı vardı. Bax, dərman verdi. Az. Bura gel. O nedir? Dərman. Az bunlardansa biraz sarımsaq kötüğünü eşek üstünde kaynat, iç, xırrıp kesilsin. He, yaxşı yadıma düşdü. Biraz da içine kırmızı istiyat töksen, lap yaxşı olar. Bura bax, He, qarı nənə, he. bu həkimliyi hardan öyrənmisən? Elə biz ata-babadan belə adət eləmişik. Kimini küpəyilə, kimini çildağ ilə, kimini duva, kimini də qan almaqla yaxşı eləmişik. Bəsdir qarı nənə, bura nağıl açmaq yeri Siz deyil. ona fikir vermeyin Dilara bacı. Bu bizim kəndin simsiz teleqrafı Fatma Nisə qardı. Hardansa orada xəbər verər. Növbə kimindir? Mənimdir. Buyurun. Salam kızım. Salam Hüseyin dayı. Arif'ten çoklu salam var. Arif'in yanına gəlirsiniz, necədir, salamatdır mı? Salamat olmağına salamattır. Ha? İş boydan aşıb. Bircə nigarançılığı evdəndir. Sənin keyfi necədir? Şəhər üçün darıxmırsan ki? Heç işdən baş açıram ki, darıxım da. Evdə işlərin necədir? İsmail'lə necə dolanırsan? Yoxsa yenə dərslərinə baxmır, ha? Tərslik eləyir. Sən ürəyini məndən gizlətmə qızım. Mən Arif'i öz qucağımda böyütmüşəm. Nə dərdin varsa aç mənə de. Demək sözünə baxmır, ha? Sözümə baxmasa dərd yarı idi. Onun məni görməyə gözü yoxdur. Darıxma qızım, darıxma. Düzdür o, erköyün böyüyü. Biraz nadinc uşaqdır. Ancaq mehriban, ürəyi təmiz uşaqdır. Onu düz deyirsiniz, ürəyi təmiz olmağına təmizdir. Ancaq hələ də onun qəlbinə yol tapa bilməmişəm. Darıxma qızım, darıxma. Hər şey düzələr. Atalar demişkən, səbr elə, halva bişər, ey qora səndən. Bəsləsən, atlas olar, tut yarpağından. Ne var? Kimsen orada? Benim, Kurban Ali'yim. Ne var? Gecenin bu vaktinde niye koymuşsan bu cemaati yaptın? Hörüşten gelmişim. Hekim lazımdır. Bedbahtlı yüz verir. Ne olur? Ayaz yaralanır. Yok heşim. Çok kan yitirip sehere çıkacağına ümit yoktur. Ne danışırsan? Ha, Qurban dayı, can bala. ayak yaralanıb. İsmail bala. Ben senin dalınca gelmişim hekim kız. Bilirəm, eşidirdim. Bu saat. Sen ne danışırsın? Böyle bir havada dağa çıkma olar. Axı orada insan həyatı təhlükədədir. Düzdür kızım, düzdür. Orada her kimi bir oğlan ölür. Bu dəqiqə, Tez ol. bu dəqiqə. Tez ol derdin alım, tez ol. Qurbanəli dayı. Sen git yat bala, git yat. İsmail, o öləcək. Yox, yox, mənim balam. Gəl bura. Gəl uzan. Uzan. Yum gözünü, yat. Bax belə. Qəmər xala, uşaqlardan müğayyət ol. Sen oraya gidip çıkabilmezsen ahı. Tez ol, başına dönüm, tez gel. Yavaş yavaş. Burada biraz ehtiyatlı ol, nereden alın? Yavaş yavaş. Ha,
Bağırma Haşim. Bak. Bak hay Allah. Geç buyurun. Atmışız gel. Hekim geldi. Hakim geldi Ayaz, sakin ol. Gel Haşim kız. Gel derdin. Kim mənə kömək edə bilər? Arif'in evi yıkıldı. Nə var? Nə oldu? Arif'in evi yıkıldı. Nə oldu baxı? Bize danış. İsmail gitti İsmail. Gizlenme vaktidir yoldaş reis. İsmail. Baba. Resim. İsmail. Günahlar sondan. Uşağı ölüme gönderen de olsun. Ah ögegen ögegen. Ay Fatma Nisa. Evim yıkıldı. Yaxşı, bəstirin görək. Ali, bir otur. Nəbzi getdikcə zəifləyir. Mütləq qan vurmaq lazımdır. Sən bunun yanında otur, mən bu saat gəlirəm. Aç. Aç gözlərini. Aç. Mənim əziz oğlum. Ayıl. Mənim mehriban balam. Aç. Aç gözlərini. Mənim əziz oğlum. Ayıl. Mənim mehriban balam. İsmail. Sən yaşayacaqsan. Məndən ayrılmayacaqsan.
Ana! Anacan! Can ana!